Oktyabr ayında ölkə üçün önəmli nə olacaq? Не знаю, что конец света. Mənim üçün önəmli, vacib nəinki oktyabrda hər gün önəmli, vacib olan namazımdır bəs. Başqa heç. Siz necə O fikirləşirsiniz? da həmçinin. Mən də həmçinin. Seçkil. Və inanıram ki, bizim gənclərimiz seçki iştirak edəcək. Şəxsən özüm. Və dəyişikliyə inanıram. Oktyabr ayında ölkə üçün önəmli nə baş verəcək, nə keçiriləcək? Siz fikirləşin, nəsə keçirilər, nəsə baş verməlidir. Nə ola bilər? Azərbaycan Türkmenli prezident seçkiləri. Oktyabr ayında ölkə üçün önəmli nə olacaq, nə baş verəcək? Valla bilmirəm. Heç şey düşünmürsünüz. Mən Nostradamus deyirəm, harda bilirəm. 2013-cü ilin oktyabrında Azərbaycan üçün önəmli nə baş verəcək? Prezident seçkiləri olacaq. Mən buna görə çox həvəslənirəm. 15 gələrsə bizi burada dubinkalayacaqlar, baxar ki, yeni İlham Əliyev seçilir. Çox sağ olun. Oktyabr ayında Azərbaycan üçün önəmli nə baş verəcək? Oktyabr ayında. Və yaxud nə olacaq? Qarabağ bizim olacaq. Sizcə? Olimpiyada olacaq. Oktyabr ayında Azərbaycan üçün önəmli nə baş verəcək? Bilmirəm. Prezident seçkiləri. Önəmli o baş verəcək ki, İlham Əliyev prezident seçiləcək. Üçüncü dəfə. Seçki keçiriləcək də. İndiyə kimi necə önəm kəsbilirsə, bundan sonra elənəm Çox keçiriləcək. sağ olun. Təşəkkür edirəm. Sual verə bilərsiniz. Nə baş verəcək? Oktyabr ayında. Onunla baş verəcək, nə bilim. Verəcək. Mən yaxşı qarşıdan gözlə bir dənə yaxşı. Verəcək, nəsə verəcək. Nə keçiriləcək oktyabr ayında 2013-cü ildə? Yaşınların nə keçiriləcək? O qədər şey keçirir. Hər gün bayramdır. Nə hansı keçiriləcək? Deyir bura. Niyə gücünün olmaq istəyirəm?